Salam, hər vaxtınız xeyir olsun dəyərli müştərilərimiz və izləyicilərimiz. Novxanlı bağlarında müştərimiz üçün hazırladığımız növbəti mükəmməl işlərimizi sizlərə təqdim edirik. Gördüyünüz bu villada böyük panoramik HBŞB sürgülü sistemlər hazırlamışıq. Ölçülər olaraq müxtəlif fərqli ölçülərdədir. Bu isə villanın mətbəx hissəsidir. Qarşıda belə bir teras olduğu üçün buradan daha istifadəli üçün, rahatlığı üçün HBŞB sürgülü sistem yerləşdirmişik. Profillərimiz Türkiyənin Altes firmasına məxsusdur. Üzərinə yerləşdirdiyimiz mexanizmlər Almaniyanın Zigenia firmasına məxsusdur. Ölçüsü 3 metr 50 santı enində, 2,90 hündürlüyündə. Gördüğünüz kimi çox rahatlıqla istifadə olunur. Sadəcə toxunmaqla istifadə edə bilirsiniz. Mətbəxin digər bir teras üçün, çıxışı üçün buradan da rahatlıqla istifadə etmək üçün HBŞB sürgülü sistem yerləşdirmişik. Şüşələrimiz 6-12-6 ölçüsündədir. Temperlənmiş fabrik istehsalıdır. Burada kiçik bir yataq otağı üçün hazırlamışıq. Çox mükəmməldir. Bura villamızın zalıdır, qonaq otağı. Hər iki qanad gördüğünüz kimi rahatlıkla açılıb bağlanır. Bu da eyvan olduğu üçün həm görüntü baxımından, həm vizuallıq baxımından birinci mərtəbənin, ikinci mərtəbənin tam dizayn olarak tamamlaması üçün çox mükəmməl şəkildə hazırlanıb. Digər pəncərələrimiz də həm sadə açılışlı, həm çift açılışlı. Mexanizmlər 24 fəsini rahatlıqla qarşılayır, uzun ömürlü olur, tam germetik olur. İkinci mərtəbədə növbəti bir otaqda, burada yataq otağı sayılır. Yataq otağında da 2 metr enində, 3 metr hündürlüyündə sürgülü sistem. Və mansarda çox fərqli bir dizaynda gördüyünüz kimi fərqli model olarak, arka olarak pəncərə qolları Almaniyanın Rota firmasına məxsusdur. Mexanizmlər Vinkaz firmasına məxsusdur. Maşallah. Xeyirli olsun.